Azərbaycanda qarşıdakı günlərdə vətəndaşları 3 günlük ardıcıl istirahət gözləyir. Mətbuat.az xəbər verir ki, 8 mart Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf edir. Mövcud qanunvericiliyə əsasən rəsmi bayram günü həftə sonuna düşdüyü halda növbəti iş günü də qeyri-iş günü elan olunur. Bu səbəbdən 9 mart bazar ertəsi də qeyri-iş günü hesab ediləcək. Bundan əlavə, 8 mart tarixi sənbə gününə təsadüf etdiyindən, ümumilikdə 8-9 mart tarixləri ölkədə ardıcıl olaraq istirahət günləri olacaq. Qeyd edək ki, qeyri-iş günləri dövlət qurumlarına, əksər özəl müəssisələrə və təhsil ocaqlarına şamil edilir. Fasiləsiz iş rejimində çalışan qurumlar isə fəaliyyətlərini xüsusi qrafik üzrə davam etdirəcəklər. 8 mart Beynəlxalq Qadınlar Günü Azərbaycanda rəsmi dövlət bayramıdır və hər il qeyri-iş günü kimi qeyd olunur. Bu tarix qadınların cəmiyyətin müxtəlif sahələrində roluna və nailiyyətlərinə həsr olunub. Nəticə, beləliklə ölkədə 3 günlük uzun həftə sonu yaranır. İş və tədris prosesi 10 mart tarixindən etibarən bərpa olunacaq. Vətəndaşlar bu fürsətdən istifadə edərək istirahət və ailə vaxtını planlaşdıra bilərlər.